Salamlayım birincisi. İlk öncə Azəri komandasını təbrik edirəm. Çox istəkli idilər. Çox yaxşı qalibət əldə elədilər və qardaş işlər təşəkkür etmək istəyirəm. Xeyli sayda Qarabağa bizə atkeşlərin atkeşimiz var idi. Həm Gəncəyə, həm bizə yaxşı apal var idi, yaxşı futbol atmosferi var idi. Və belə futbol da olur, məğlub olduq. Deyiləcək bir söz yox. Uğurlar hər iki komandaya. Buyurun suallara keçə bilərik. Buyurun sonra. Məğlubiyyəti və səbəb nə olur? Məğlubiyyətlərin səbəb Belə sadəcə qalib gəldilər. Yəni bizim istəkli idi futbolçular da. Onunla sağlaşmamışdıq. Yəni yaxşı dinamika var idi, yaxşı cep var idi oyunda. Xeyli sayda gol atışlarımız oldu, sadəcə istifadə olunmadı. Rəqibin bir epizodu ilə qolunu nəticələndi. Belə bugün bizim günümüz deyil. Bir də Kuba sayılan üçümüzdə ikinci ən çox adalanan problem olsa sayılır. Buranın yema sayılır. Siz necə təsir bağlısınız? Oyunuza mani oldu və nəzər mani oldu. Belə səbəb indi axtarılası bir yer deyil. Yəni ki, meydança belə idi. Biz məğlub olduq demək düzgündür. Amma ümumən belə əlbəttə ki, sünnətlikdə yəni otorite ilə eyni olan bir meydança deyil. Bəlkə də bəzi meydançalardan pis deyil idi belə. Mən belə yəni hal-hazırda bir danışılası bir şey yoxdur. Yəqin gələcəkdə otorite eləyərlər. Buyurun. Ulan zalim özü bu ikinci təqəmməyə var. Şəbər müstəqən ki, çox motivasiya oynayır, siz şəbər oyunlarda rahat çıxır. Yox, biz qətiyyən rahat yox. Yəni bu oyuna əvvəlki ola bilər ki, biraz komanda biraz yorğun idi. Bakıda uduzduğumuz, məğlub olduğumuz oyunda ola bilər. Biraz Avropa oyunları arasıydı. Komandanın biraz oyun planında bəlkə də biraz istədiyimiz oyunu oynaya bilmək. Amma bugün yəni dediyim kimi çox yaxşı hazırlaşmışdıq. Sadəcə yəni biz də istəkli idi, onlar da istəkli idilər. Sadəcə qalib gəldilər. Yəni təbrik edirəm onları. Yəni futbolçuların da yəni deyəcək bir söz yoxdur. Yəni çox güc sərf elədilər, çox qalib gəlmək istədilər. Sadəcə istifadə edilmək bu oyunculardan. Mübarizədə də üst olun, var ama baxmışsınız. Mən biraz narazılıq eləyəndə biraz görsən çox böyük görüşürlərdə. Yəni belə əgər orada Rauf Cabbarov desən orada. Yəni meydandakı görmədi. Rauf da bir işlərdə vaxt görmədi. Yəni belə baxdım. Mən düşünürəm penalti idi. Yəni mən hətta kameradan soruşdum ki, yəni dəymişdim ayağına və dedilər bəli və təkrarda baxırıq, yəni əgər orada penalti yoxdursa işte görək də nə deyəcəklər. Deyəcək bir şey yoxdur. Sağ olsunlar, Rauf Cabbarov da sağ olsun. Məşə biraz belə yaxşıdır. Adətən təsdiqləyirlər məsələn, hakimdən gəlsin. Təsdiqləyəcəklər, ona görə yəni çox da üzərinə getmək lazım deyil. Təsdiqləyəcəklərsə. Buyur ki. Ötən açıqlamalarınızda bizə demişdiniz ki, Qarabağ hər il çempi olmalı deyə bir şey yoxdur, amma azarkeşlər komandadan bu mövsümdə çempionluq gözləyir. 9 oyunumuz var, 9-da 9 olsa çempionluq şansı var, mən belə düşünürəm. Mübarizə davam edir. Biz mütləq davam edəcəyik. Biz sırf təkcə çempionluq üçün yox, biz ümumiyyətlə hər oyun azarkeşlərimizə qalibiyyət vermək istəyirik. Yaxşı oyunla, yaxşı nəticə vermək istəyirik. Çünki bizim hər oyunumuza gəlirlər və onlar o istəklə, o qalibiyyəti görmək üçün gəlirlər. Yaxşı, bol qollu oyun üçün gəlirlər. Və biz hər oyuna mütləq yəni, qalibiyyət üçün çıxacağıq. Amma ümumən belə bəzən çempionluq elə bir belə deyək də tituldur ki, bəzən özün oynamaqdan başqa digər komandanın xal itirməsi sənə daha çox üstünlük verir. Bugün bizim bu xal itirlərimiz əlbəttə ki, Sabaha böyük bir üstünlük verir və həm də ki, Sabahın yəni, bu qədər xal itirəcəyi bəlkə biraz çətin görünür. Çünki çox yaxşı bir oyun sistemi qurublar, çox yaxşı bir idman formasındadılar. Amma hər bir halda yəni, biz sona kimi olmadı, yaxşı oyun, yaxşı nəticə üçün meydana çıxacaq. Buyursa. Şahidin milli komandaya uzun müddət
Onun idman olmasına yöneliyor. Məşq edirik zaten. Dəvət ediblər. Bəli. Belə yani tam hazır değil olabilir ki biraz Komanda məşq edir mi? texniki məşqlər eləyir. Belə yəni oyun məşqlərində elə olmur belə. Ola bilər həm təcrübəsi, həm yəni belə oyunlarda komanda olmağı. Siz o yaxlı idmana baxmayın sonra. Meydana girmə, amma bu indiki fasilədən tam komanda ilə məşqlərdə olmalıydı yəni. Buyurun. Qurban mən, əvvəla büyük bayramlarınızı təbrik edirəm, həm oldunuz bunu zamanı. Gənclər adam gəncdir, özellikle məşq dostlarına soruşmaq istəyirəm. Görürüm, hala çox konulara etməyin, yəni daha çox effektlər, iskaraslar, siz yerine gidiyorsunuzda. Gözləntilərə sual verirsiniz, onlarla bu sonuçlu kısımda. Əlbəttə ki, mən də hamını bayramı təbrik edirəm. Bəlkə oyundan sonra məlumatdan sonra biraz fikrimdən çıxdı. Bütün xalqımızı təbrik edirəm. Böyük bir bayramdır bizim üçün. Hər birinizi sizə təbrik edirəm. Cavanlara gəldikdə, yəni bu dəqiqə elə bir perioddayıq ki, yəni bəzən bəlkə hansı bir işlərə getməyə ehtiyacı yox idi. Sadəcə istəyirik komandanın oyunu geri qaytarmağa. Çünki Avropa oyunlarından sonra biraz oyunda, yəni yorğunçuluq var kollektivdə. Onu yenidən biz bərpa eləmək istəyirik. Ona görə istəyirdik ki, bütün oyuncuların idman formasını yaxşılaşdırmağa. Qarşıdakı oyunlarda ola bilər belə bir addım atar. Amma hər bir halda hamının hazır olması lazımdır. Kim hazır olsa da olacaq meydanda. Çox sağ olun. Sağ olun.